Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar və məktəb kollektivi, əziz şagirdlərimiz və müəllimlərimiz, hər birinizi salamlayıram. Bugün söz, sənət ocağı olan Kəlbəcərdə uzun illərdən sonra belə sözü sözə qoşan, sözü ruhu ilə, mənəvi dünyası ilə birləşdirib bizlərə təqdim edən işıqlı bir Kəlbəcər ziyalısı ilə görüşümüz təşkil olunub və Kəlbəcərdə uzun illərdən sonra belə bir tədbirin keçirilməsi üçün əziyyət çəkən insanlar var. Biz bugün hər şeyə şükür edirik, Kəlbəcərdə yaşamağımıza, burada aldığımız hər ana, hər nəfəsə, içdiyimiz suya belə şükranlıqla yanaşırıq və bu şükranlığı bizə bəxş eləyən Azərbaycan Respublikasının Ali Baş Komandanı, siyasəti ilə xalqı, milləti və ordunu bir araya gətirib, torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olan Ali Baş Komandanımıza özlərinin təşəkkürümüzü bildiririk. Alqışlayaq dövlət Azərbaycan ordusu qəhrəmanlıq və şücaətlik göstərərək torpaqlarımızı düşmən tapdağından azad edib. Və bu mübarizədə bizim nə qədər igid oğlanlarımız şəhid olub, eyni zamanda sağlamlığını verən qəhrəman oğullarımız var, qazilərimiz var. Biz onlara can sağlığı arzuluyuruq. Hal-hazırda vətən torpaqlarımızı qoruyan igid əskərlərə hər birinə mübarizlik və mətinlik arzulayaq və torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən igid vətən oğullarının xatirəsini bir dəqiqə sükutla yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Kəlbəcər bilirik ki, saz söz diyarıdır. Bu diyarın saz söz diyarı olmağının səbəbi, bilmirəm, buranın havasındandır, suyundandır, bəlkə təbiətin gözəlliyidir. Baxın, insanlar gedir hansısa bir dövlətin başqa yerlərə, ölkələrə, dünyanın hər yeri gözəldir. İndi hərənin vətəni özünə əzizdir, şirindir. Amma dünyanın gözəl məkanları çoxdur. Kimsə dincəlməyə gedəndə bir gözəl məkanı görəndə deyir ki, o qədər füsunkar idi ki, mən ya fırçamı götürdüm, onun rəsmini çəkdim, ya necəsə, bilmirəm, fikirlər aləmi məni çulğadı, götürdüm bir şeir yazdım, ya bir əsər yaratdım. Kəlbəcər elə bir möcüzəli yerdir ki, biz o möcüzəni hər gün görürük, o füsunkar gözəlliyi hər gün görürük. Ona görə mən qeyd edirəm ki, Kəlbəcərlər cümlə quranda da onu şeir kimi qururlar. Poetik dildə fikirlərini ifadə edirlər. Bu, yəqin ki, təbiətin bizə verdiyi ruhdur və sözü sözə qoşmaq da, bayaq dediyim kimi, hər adama nəsib olunur. Bu, doğuşdan gələn bir qabiliyyətdir. Yəni, bu bədii ifadədir. Bədii ifadə insanın hadisələrə münasibətindən irəli gəlir. Yəni, elə insanlar var ki, onlar münasibətdə olduğu insanlara, hadisələrə, təbiətə öz münasibətini mənəvi dünyası ilə, elə bir ruh aləmi ilə, könül dünyası ilə bərabər ona öz münasibətini bildirir. Bugün də Kəlbəcər elinin, Kəlbəcər yurdunun saz söz aşiqlərindən biri, qəlbi, ürəyi həmvətən həsrəti ilə ömrü boyu döyünən və o həsrəti, Kəlbəcər sevgisini insanlara, təbiətə, hadisələrə münasibətini bədii yaradıcılıqla gözəl şəkildə ifadə edən işıqlı bir insan məktəbimizə qonaq gəlib. Ələkbər Sönməz adı yəqin ki, hər birinizə tanışdır. Həm şair, yaradıcı insan kimi, həm də vətən müharibəsinin ağrı acısını içində daşıyan, onun şahidi olan, Başlı Beldə 113 gün erməni düşmənlərinin mühasirəsində qalan, amma həyat mücadiləsinə davam edən və bugün də o ruhu özündə tapan, yaşayan, belə bir işıqlı insan məktəbimizə, məktəb şagird və müəllim kollektivimizə görüşə gəlibdir. Eyni zamanda yeni kitabı da işıq üzü görüb, onu da bizlərə hədiyyə üçün gətirib. Ələkbər müəllimizə təşəkkür edirəm. Ələkbər müəllimin bir elə kitabından iki bənd, kitabın ön sözündə iki bənd var, onu istəyirəm deyəm. Yaradandan qismətimdir bu sərvət, şair yaranmışam, söz sahibiyəm. Müstəqil dövlətin vətəndaşıyam, azadam, mülkümün öz sahibiyəm. Çətin nə var yaradanın əlində, hər bir işi nizam qurur yerində.
Yanardağam Azərbaycan elində, sönməzəm əbədi, köz sahibiyəm. Ələkbər müəllimi onun qəlbində, ürəyində olan o sönməz atəş davam eləsin, yansın. Xoş gəlmişsiniz Ələkbər müəllim bir daha. Və biləndə ki, Ələkbər müəllim məktəbimizə qonaq gəlib, bizim məktəbimiz şagirdləri Ələkbər Sönməz haqqında kiçik bir videoçarx hazırlayıblar. Çox həvəslə də hazırlayıblar. İstərdim ki, həmin videoçarxa bir yerdən diqqət edək, baxaq. Ocaq sönən zaman kəsilir tüstü. Külək əsif gəlir, kül yerdə qalmır. Nə qədər gizləsən, illər keçsə də, bir gün üzə çıxır, sir yerdə qalmır. Elə qurulubdu həyat yolumuz, onu dəyişməyə çatmaz zorumuz. Bir evdə böyüyən uşaqlarımız evlənir, ayrılır, bir yerdə qalmır. Sönməzəm, qədəm qoysan doğru yola. Doğrular heç zaman gəlməz davala. Günahsız insana şər atma bala. Özün də düşərsən, şər yerdə qalmır. Bəli, bu şeirin müəllifi Ələkbər Sönməzdir. Ələkbər Ələsgəroğlu Ələsgərov 1948-ci ildə Kəlbəcər rayonunun Başlığı kəndində Seyid ailəsindən anadan olub. Şeir yazma orta məktəbdə oxuduğu illərdən başlayıb. Şeirləri müntəzəm olaraq dövrü mətbuatda çap olunub. 1993-cü ildə Kəlbəcər rayonu erməni millətçiləri tərəfindən işğal olunan zaman ailəlikcə mühasirəyə düşüb və 113 gün mühasirədə qalıb. Həmin vaxtlar ermənilərin törətdikləri vəhşilikləri isə öz gözləri ilə görüb. 30 nəfər insan həyatını xilas edib. Şair mühasirədə qaldığı zaman işğalçıların törətdiyi vəhşilikləri Tarixin Qan Yaddaşı kitabında əks etdirib. Şair Ələkbər Sönməz Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdünə layiq görülüb. Heç nə ola bilməz, vətəndən şirin. Şairin iş gözü görən 8-ci kitabıdır. Bu dünyada insanların sevinci, qüssədən, kədərdən bol olaydı kaş. Kim biz haqda nə düşünür biləydik, ürəkdən ürəyə yol olaydı kaş. Atalardan qalma belə bir söz var, toyuq su içəndə Allaha baxar. Bədnəzər, bəduğur, harda varsa kör, böhtancı insanlar lal olaydı kaş. Çətinə düşəni qoymazlar darda, çəkilib onlardan durmaz kənarda. Allahdan arzumdur, yaxşı var harda, həmişə əlində var olaydı kaş. Yurdumdan oldum didərgin, yaşadım vəziyyət olsa da gərgin. Azalmağa bəzi, əksinə hər gün, dəst gəldi dərdimin üstə, ürəyim. Vətənim düşmənə əsir qalıbdı, ellərim çöllərdə yesir qalıbdı. Nə qədər işlərim kəsir qalıbdı, göz günə, xəstə ürəyim. Unutma hər zaman harda olsan da, çətində olsan da, darda olsan da, boranda olsan da, qarda olsan da, səni istəyəni istə, ürəyim. Sönməzin sözünə yaxşı fikir ver. Dərdini həmişə qələmimlə böl. Haqqı, ədaləti, mərhəməti gəl, axtarma hər yetən kəsdə, ürəyim. Uşaqlara təşəkkür
təşəkkür edirəm. Əziyyət çəkib Sara, Ayşə və Yusif. Arazın səsi vardı, 7-ci sinif, Yusifin səsi var idi. Xədicə 5-ci sinif şagirdimiz, ilk şeiri deyən Xədicə idi. Çox sağ olun uşaqlar, minnətdarıq. Əslində biz Ələkbər müəllimə minnətdarıq ki, elə uşaqlar sizin o şeirlərinizi ifadə ediblər. Bugün sizin də şeiriniz var, Allaha aid şeirləriniz var. Biz Allaha hər zaman təşəkkür edirik. Yəni onun təqdiri olmasaydı biz bugün Kəlbəcərdə olmazdıq. Biz bugün bu məktəbin dəhlizində əyləşib belə bir gözəl şeir seyrində söz ustadının yaradıcılığının ətrafında onun işığına toplaşmazdıq. Ona görə deyir, göylərə baxdım, hər qatında yalnız təki gördüm, aşağı baxdım, dəniz dalğalarının köpüklərində yalnız təki gördüm. Tək olan Allaha hər birimiz təşəkkür edirik, inanırıq və bizi bugün Kəlbəcərə qovuşduran da Allahın təqdiridir. Mən istəyərdim ki, Ələkbər müəllim haqqında onu həm də salamlamaq üçün məktəbimizin Təşkilatı İşlər üzrə müavini Güldanə müəllimə Sadıqovaya söz verək. Mən də gələn qonaqlarımızı salamlayıram. Başda Ələkbər müəllim olmaqla özümüzdə bir qürur hissi duyuruq. Çünki Ələkbər müəllim Azərbaycan ədəbiyyatında öz sözünü deyə bilən, sevilən, oxucular tərəfindən sevilən şairlərdəndir, elə oğlundandır. Mən Ələkbər müəllimin gəlişini eşidəndə çox məmnun oldum. Eyni zamanda şagirdlərlə daim işlədiyimiz üçün şagirdlərin də sevincini gördüm. Çünki Ələkbər müəllim o qədər gözəl yazır, şeirləri o qədər gözəl. Vətənə olan sevgisidir, insanlıq haqqında olan şeirləridir. Həm səlis yazılır, aydın şəkildə, asan duyulacaq bir şəkildə yazdığı üçün oxucular tərəfindən çox sevilir, çox qəbul olunur. Həm də mən Ələkbər müəllim dilin gəlişini eşidəndə bir anlıq özümü həm sevindim, həm də ki, istədim ki, onların hisslərini, duyğularını biraz yaşayım. Çünki mən Qanlı Kaya kitabını oxuyanda da bir an o həyatı yaşamış oldum. Bir müddət o kitabı oxuyanda yadımdan çıxmırdı. Çünki başda bir faciəsinin canlı şahidləridir, Ələkbər müəllimdir. Eyni ilə başda bir sakinləri o hissləri yaşayıb. Bizim əskərlərimiz o hissləri yaşayıb, qalan əskərlərimiz yaşayıb və o elə bir hisslərdir ki, elə bir onu dillə ifadə etmək mümkün deyil. Mən Ələkbər müəllimi eyni zamanda faciənin şahidlərini görməyi gördüyüm üçün çox sevinirəm. Onlarla ünsiyyət qurmaqda özümü xoşbəxt hiss edirəm. Çünki onlar canlı şahiddir və yəqin ki, bugün bizim xahişimizdən onlar o faciə haqqında bizə canlı bir balaca məlumat verərlər. Ələkbər müəllim, sizə təşəkkür edirik gəlişinizə, övladlarınıza təşəkkür edirik, bizim Müşfiq müəllimə təşəkkür edirik, əskərimizə təşəkkür edirik ki, yəni bugün bizim şagirdlərlə görüşə gəlirlər. Çox sağ olun, mənim sözüm bu qədər. Sağ olun Güldanə müəllimə. Ələkbər müəllimin son kitabının adı Heç nə ola bilməz, vətəndən şirin. Doğrudan vətən çox şirindir. Uzun illər vətəndən ayrı yaşamışıq. Amma necə yaşamışıq onu da mən təsəvvür edə bilmirəm ki, biz necə bu 30 ili dözə bilmişik. Amma bizi belə şirin vətənə qovuşduran oğullar var, qəhrəmanlarımız var və canını vətən uğrunda qurban verən növbəti bir qəhrəmanımız Anar Əliyev anası Səkinə müəllimə burada iştirak edir. Səkinə müəllimə təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyi üçün. İstərdim ki, Səkinə müəllimə də öz ürək sözlərini qısa da olsa bildirək. Onu da danışa bilərsiniz. Hörmətli tədbir iştirakçıları, əziz uşaqlar, qonaqlar və çox əziz məktəb kollektivi Vəsilə müəllimə başda olmaqla çox səmimi bir kollektivdir. Mən də sizə təşəkkür edirəm dəvətiniz üçün. Mən də bugün ilk dəfə uzun illərdən sonra azad Kəlbəcərimizdə, azad vətənimizdə belə bir gözəl mühitdə iştirak elədiyim üçün, yaşadığım üçün çox məmnunam. Bugün biz Ələkbər Sönməz adlı həm yerlimizin, Eloğlumuzun, fərqi yoxdur, Azərbaycanımızın hansı bir bölgəsindəndir Kəlbəcərlimiz olsun.
Yəni bizim xalqımız yaradan söz ustası, necə deyirlər, bizim sözlə ifadə eləmədiyimiz duyğularımızı şeirə calayan bir şəxsin, bir gözəl bir insanın şeiriyyət dünyasının nuruna yetişmişik. Mən çox təəssüf edirəm ki, yəqin ki, öz işlərimizə, öz ağrı-acımıza başımız qarışıb, son vaxtlar mən şeiriyyət aləmindən biraz uzaqlaşmışam, yəni ki, Ələkbər Sönməzin yaradıcılığına o qədər də bələd deyildim, ancaq dünən Vəslə müəllimə məni dəvət eləyəndə mən araşdırdım, sosial şəbəkədə çox ürəyə yatımlı, təkrar olmasın, çox sadə dildə yazılmış, hamımızın, bütün nəinki bu qaçqın rayonlarının sakinlərinin, bütün Azərbaycan xalqının, Türk xalqının qəlbindən keçən ağrıları, acıları elə gözəl qələmə alıb ki, sanki hamımızın ürəyimizdən keçən sözlər. Biz bu 30 ildə, 33 ildə yaşadığımız bu həyəcanları, acıları çox gözəl, sadə dildə, çox gözəl, ürəyə yatımlı bədii cümlələrlə ifadə edib. Mən təsəvvür eləyəndə ki, o qaçqınlıq, köçkünlük dövründə bizim gəzdiyimiz, düzdür, mən özüm əslən Kəlbəcərli olmasam da, yəni Kəlbəcər vətəndaşı olmuşam bir neçə il. Mənim əzizlərim, yaxın qohumlarım gəzdiyi yerlərdə, gənclərimizin gəzdiyi yerlərdə, qız gəlinlərimizin gülçiçək topladığı yerdə, düşmənlərin gəzdiyini təsəvvür eləyəndə mən özümə yer tapa bilmirdim. Mən Ələkbər Sönməz şeirində bax bu hissləri gördüm, bu cümlələri elə bir ki, sanki mənim qəlbimdən keçənləri yazmışdı. Erməni qarısı Kəlbəcərdə gəzir, belə bir onun misrası var. Təkcə vətən həsrəti deyil, vətən yanğısı deyil, eyni zamanda mən gördüm ki, Ələkbər Sönməz həm də insanlıq, vicdan, çörəyə hörmət, Allaha hörmət, deyir çörəyə and içmək yalandan, o çörə sənin gözlərini tutar, belə bir gözəl misrası var idi. Bax, bunlar hamısı bizim gənclərimizin xalqa, vətənpərvərlik nə deməkdir? Vətənpərvərlik elə bax, o çörəyə hörmətdən, ata-anıya, böyüklərə hörmətdən başlayır. Vətənpərvərlik təkcə elə silah götürüb döyüşmək deyil. Böyüklərə hörmət edirsinizsə, uşaqlar, gənclər, çörəyə hörmət edirsinizsə, Tanrıya hörmət edirsinizsə, bu il özü böyük bir vətənpərvərlikdir. Mən bugün təkcə bir şəhid anası kimi yox, həm də bir vətəndaş kimisin qarşınıza çıxış elədiyim, uzun illər, 45 il mən də uşaqların təlim tərbiyəsinə məşğul olmuşam, bir müəllim olmuşam. Və mən belə bir sizin Vəslə müəllimə, bax, belə bir tədbiri keçirməyinizi mən tədbirə layiq hesab edirəm, alqışlayıram, çox gözəl tədbirdir. Gənclərimizin yetişməsində, tərbiyə olunmasında, bəzən valideynin deyə bilmədiyi sözləri müəllimlər elə gözəl deyir. Müəlliminə daha çox inanır şagirdlər, uşaqlar. Bəzən o şeirdə nə isə, bax, uşaqların görürsən ki, özümün uşaqlığımdan danışım, şit hərəkətimlə yoldaşlarımı güldürməyi sevirdim balaca vaxtı. 5-ci sinifdə bir kitab oxudum Nizami Gəncəvin. Deyir ki, başqasını deyir güldürmək üçün özün ağlama. 5-ci sinifdə oxuyan bir şagirdə bu o qədər böyük təsir elədi ki, mən o hərəkətimdən əl çəkdim və heç kimə də rava bilmədim. Doğrudan da şeir, şeiriyyat bizim qanımızdadır, ruhumuzdadır. O ruhu da biz uşaqlara aşılamalıyıq. Bugünkü tədbirə görə mən sizə təşəkkür edirəm. Düzdür, bəlkə bir-iki kəlmədə yaxşı olar ki, mən şəhidlərin hamısının anasıyam bugün. Bütün şəhidlər Anar Əliyevin qardaşlarıdır. Onun həm kiçik, həm böyük qardaşlarıdır. Bəlkə də evladı yaşında, 18-19 yaşında olan şəhidlərimiz var. Həmişə mən elə bil ki, tədbirlər olanda, televiziya verişlərinə baxanda, əgər orada kimsə, bax bu qaçqın köçkünlərdən şəhidlərə boşluq deyirsə, elə bil ki, mənim yaralı qəlbimə biraz su çilənir. Heç vaxt unudulmaz, tək mən öz Anar Əliyevə görə demirəm. Ta 88-ci ildən bəri biz bu şəhid sözünü alışdıq, bu şəhid sözü bizim lüğət tərkibimizə daxil oldu.
o vaxtdan bəri bu şəhidlər bizim əzizlərimizdir. Vətən müharibəsi iştirakçıları, o şəhidlər 93-cü il şəhidlərinin analarının sanki göz yaşlarını sildilər. Onların o yarımçıq qalan arzularını yerinə yetirdilər. Bugün bir şəhid anası kimi həm də deyə bilərəm ki, mənim ən böyük təskinliyim azad olmuş torpaqlardır. Vətənimizin bütövlüyüdür. Yəni uşaqlar 93-cü ildə də anar kimi cəsarətli oğlanlar var idi. Mən o vaxt şahidi olurdum Rusiyadan, Belarusiyadan, Ukraynadan, başqa yerlərdən Sovet dövründə çalışmış yüksək rütbəli bizim zabitlərimiz vətənin harayına gəldi. Ancaq əlboş qaldılar. Kənd və gənc, şəhər və şəhər, biz öz kəndlərimizi, şəhərlərimizi, ölkəmizi itirdik, azadlığımızı itirdik. Bu nisgil bizim hamımızın rəyində var idi. Biz bəlkə də yuxularımızda görürdük o vətəni. Güman eləmirdik, ümid eləyirdiksə də, amma o qədər də inanmırdıq ki, bir gün gələr. Biz azad nəfəs alarıq, biz düşmənsiz bir ölkədə yaşayarıq. Murdar düşmənlərimizin ayaqları bizim o müqəddəs torpaqlarımıza bir də dəyməz. Əlbəttə buna görə də biz ordumuza, onun o, necə deyirlər, əzmkar, mətin Ali Baş Komandanına biz borçluyuq, minnətdarıq. Bunu uşaqlar da bilməlidir, gənclər də bilməlidir. Mən indi bundan sonra arzu edirəm ki, Ələkbər Sönməzin ruhu, ürəyi, necə deyirlər, o döyünən ürəyi bu atəşdən sönməsin, həmişə yanar olsun və o qəhrəmanların nikbin ruhlu şeirlərini biz sizin eşidək bundan sonra və o qəhrəmanların getdiyi o cəsarət yolunu, o qanlı yolları da siz bir də şeirə qoşasınız, bir də onlar haqqında şeirlər yazasınız. Yəni sizə uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox sağ olun bir də. Bir də o analar ki, baxır dağlara, deyir, ay bala görün izin harada qaldı, izini görmək istəyirəm. Amma bilin ki, analar deyir ki, bala özümü görmək istəyirəm. Bu da sizə bir vəzn olsun, bir misra olsun, o şeiri də yazın. Sağ olun. Mən istərdim ki, elə bu məqamda məktəbimizin şagirdləri Sunayla Ömərin şeirini dinləyək, Ələkbər müəllimin şeirini desinlər. Evdən çıxıb kahalara sığındık, yağların gəldiyini görəndə. Düşünürdük necə xilas olarıq, yerimizi bildiyini görəndə. Kaha kənddən çox deyildi aralı, qəhər boğur düşündükcə bu halı. Zalimların o qəhrəman vüqarı, vurub yerə sərdiyini görəndə. Hər kəs qaldı öz zannın hayında. Hönkür-hönkür ağlamışam mən burada. Gülaranın gecə Şırlan çayında soyuq suza donduğunu görəndə. Bugün dünya gözlərimdə oldu dar. Üstümüzə od yağdırdı silahlar. Təbiətin qəzəbindən yağdı qar. Abad kəndin yandığını görəndə. Yaddan çıxmaz bu amanlar, bu ahlar. Bağışlanmaz onlar edən günahlar. Haray çəkdi qəbirlərdən ruhlar. Baş daşların sındığını görəndə. Sönməz deyir cəlb olduqca nəzərim. Sarsılmışam, ah necə düzəlim. Başlı bel tək çox sevdiyim bu yerin. Belə bir an qaldığını görəndə. Bu məqamda istəyərdim ki, Başlıbel faciəsinin o yaşandığı günlər haqqında, mühasirə gündəliyindən, düzdür, biz uşaqlara həmişə tövsiyə edirik, özümüz də baxmışıq, sənədli filmlər çəkilib, qanlı kaha ilə bağlı. Mən istərdim ki, Ələkbər Sönməzin oğlu, çox dəyərli Habil müəllim bu görüşümüzdə iştirak edib və eyni zamanda Başlıbel sakinlərinə dəstəyini əsirgəməyən, həm də onların bəlkə mübarizə ruhuna kömək olan Azərbaycan ordusunun bir əskəri burada zabiti iştirak edir, Müşfiq əskəri. İstərdim ki, Habil müəllimdən sonra Müşfiq müəllim də qısa şəkildə fikrini ifadə edir. Hörmətli
məclis iştirakçıları, təbliğ iştirakçıları. Mən ilk növbədə hər birinizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Düzdür, o qədər məsəl üçün baxdım, aramızda danışdım. Mən bilirsiniz, elə bir gəldim bu Kəlbəcəri yenidən belə görəndə elə bir o yaddaşım mənim silinir. Deyən ki, mən başlı bir yerdə qaldığım günlərdən sizə məlumat verim ki, hamınıza məlumdur, hamımız eyni talehi yaşamışıq, çıxdığımız günə qədər. Düzdür, biz ailədə 7 nəfər olmuşuq, mənim babam yaşlı idi, biz də uşaq idik. Həmin vaxtı maşınlar gəldi, tunel bağlı olduğu üçün geri qayıtdılar. Başlı bir yerdən bir maşın çıxa bilmədi. Biz də tək qalmamışdıq, 76 nəfər qalmışdı. Bizi bir də ki, məsəl üçün o vətənə bağlılıq, inana bilmirdik ki, yəni Kəlbəcər işğal olunar. İndiki kimi telefonla elə yoxudur ki, məsəl üçün baxasan, görəsən, harada nələr olur, nə hadisə baş verir. Biz ancaq o qıratların səsi gəlirdi başlı belə. Ümid eləyə bilmirdik. Onda gördük ki, cəmaət çıxdı, getdi. Ta bizdə radio vardı, məlumdur da, Kəlbəcərdə o vaxt işıq yox idi. Biz radio vasitəsindən məlumatlar tuturduq. Ayın 2-si günü idi, biz radioda eşitdik ki, Kəlbəcər işğal olundu. Düzdür, bizim kənddən həmin vaxtda çıxanlar da olmuşdu. Onlardan bir neçəsini yolda girov götürmüşdülər, öldürmüşdülər, qətlə yetirmişdilər. Mən həmin vaxt o diktorun o dediyi söz bu gün də qulağımda cingildiyir. Elə bildim ki, hər şeyin sonu çatdı. Biz ayın 3-cü günü, aprel ayının 3-cü günü erməninin kəşfiyyatı gəldi, başlı belə çıxdı. 5-ci günü 2 Uraldan, 2 Ural hərbiçi, Oazlıva gəldilər. Kənddə 2 ev yandırdılar. İçindən heç nə götürmədən. Bizdə Ziyalı müəllim var idi, Allah rəhmət eləsin, Qənaət müəllim. Onu da çıxarda bilməmişdik, o da inanmamışdı. Hətta biz məsəl üçün erməni kəşfiyyatı gələndə kəndin üst tərəfi baş evlər deyirlər ki, oradan kəndin ayağını görə bilirdik. Biz ora getmişdik, amma Qənaət müəllim getmədi. Qənaət müəllimin sonra onlar gələndə onlar orada tutmuşdular. Mən məsəl üçün bu gündə onun o yaşadığını anlatmaq mümkün deyil ki, mən məsəl üçün Almaturu onun o ev yandırıb gözünə basmışdılar ki, o cəzi ilə əli qolu yanıq, o kösöyləri yandırıb vurmuşdular. Biz artıq çəkiləsi olduq, getdik Kaha, kənddən 3 kilometr olar belə arası var idi, çəkildik ora. Nəhayət ki, onlar ayın hardasa belə götürəndə, ayın 10-dan 11-dən gəldilər, müntəzəm başlı beldə qaldılar. Getmədilər, bütün evlərdə qalırdılar. Evləri, məsəl üçün, biz binokul durbin vasitəsindən o nələr törədirdilər, nələr edirdilər, biz onları qıraqdan görürdük. Biz amma fikirləşmirdik ki, bunlar bizi bilir. Çünki onlar bizim yanımızdan gedən girovlarda demişdilər ki, biz gələndən duymuşduq ki, var. Amma biz deyib düşünmədik ki, burada silahlı qalar. Biz fikirləşdik ki, yaşlılar qalıb, qadınlar qalıb. Nəhayət ki, ayın 18-ci günü, saat 11 radələri idi. Atam gəldi, dedi ki, bizdə kənddə ateist vardı. Dedi ki, nə bilmə, erməninin hərbiçiləri gəldi, Urallarla töküldülər ora. Bir dənə tankdan balaca bir tiqajdır, nədir, bunu gətiriblər. Əsgərləri cəmləşdirirlər. Biz fikirləşdik ki, onsuz da alınıq da, bu gəlib özü yığır, biz üramadı. Aradan bir yarım saat keçməmiş, bir də dedilər ki, Ağniva çıxdı. Bizim olduğumuz istiqamətə Ağniva gəldi. Niva gəldi, hətta məsəl üçün oradan o nə cür keçmişdi, o bizdə aprel ayı qar yığılır, tar deyirlər da belə. O maşın oradan nə cür keçirmişdi, gəldi, getdi, üst tərəfə fırlandı, gəldi. 2 nəfər hərbiçi düşdü, güllatata düşdülər biz tərəfə. O taydı da biz kağalarda, amma bizim elə bir ki, şordaşlardı. Necə hörgüc kimi qabağını çəkib biz bunları görürük. Bizim orada yanımızda olan, bizim onda deyim ki, aprel ayının 2-si günü başlı belə Laçından 9 hərbisi mühasirəyə düşüb gəlmişdi. Onlar da heç ananı tanımırdılar ki, yol izi bilmirdilər ki, hara gedəcəklər. Laçının Dambulaq kəndindən rəhmətli Əhliman kişi onlara bələdçilik eləyib, bizim kəndə qədər gətirmişdi. Orada gəldi, bizə qoşuldular. Onlar oradakı vəziyyəti dedilər ki, artıq Laçın yoxdur. Yəni orada bir dənə deyiblər ki, orada deyiblər ki, kim başını çarə qılsın da başına. Bunlar indi nə cür çıxar, nə cür, bunlar da Kəlbəcər istiqamətə yol tutublar, bilmirlər, təxmini gəlirlər.
Bizim yanımızda hərbiçilər var idi. O 9 hərbiçidən mən elə bil ki, Niva gəlib keçəndən sonra mənim 6 yaşında bacım vardı. Bizdə balaca kahalar idi. Bacım elə bil ki, o balaca 6 yaşında bacım rəhmətli anam çörək pişirirdi. Niva gəlib keçəndə bu çörək apardı, qayıda bilmədi. Çünki küllə atdılar. Niva qayıtdı geri. Niva gelib orada hərbiçilərə demişdi, gördü yurallar gəldi. 2 dənə krantamyot tapdılar, kağını tutmalıdır. Üst tərəfin yer sirkələndi. Bir saat dayanmadan demək olar ki, biz fikirləşirik, deyirəm Allah, bizdə dəqiqə səsi kəsə, yana gəlir, girir, şorbaşlardır, üst tərəfimizdə güllə, biz kağının içindəyik. Bunun səsi kəsə, biz biraz qulağımız dincəlsin. Nəysə, artıq gördüm ki, yox, bunların səsi yaxınlaşdı. Bunlar bir saatdan sonra bizim yanımızda olan hərbiçi Müşfiq də yanımda idi. Orada qabaq tərəfdə durublar. Allah rəhmət eləsin. Zərdab rayonunun Qaravəllər kəndindən Vüqar var idi. Vüqar daşın arasından baxır. Deyir, 4 nəfər PKP-lamyotuna gəlir. Gözlədi, gəldi, erməni qapının ağzına çıxatanda bir dənə qranat atdı, bir maqazin patron səpdi üstlərinə. Bu 4 nəfəri vurdu. Mən bugün onunla fəxri deyirəm ki, başlı beldə erməni qanı tökdü o. Vüqar, Zərdablı oğlan başlı beldə erməni qanı tökdü. Vüqarı içəri nəyə satdılar? Vüqar özünü atdı onun üstünə ki, hamı şəhid olmasın. İçəridəki hadalarıdır. Vüqar da özü şəhid oldu. Orada nəysə mən gördüm ki, yox, içəri belə tüstü verən şeylər atırlar. Durmaq mümkün deyil. Mən durdum bir dəfə çıxdım çölə. O deyir ki, bir el sözlü deyir, daşın torpağın sayı var. Baxdım ki, əsgərin sayı yoxdur. Biri mənə dedi ki, erməni, dedi, gir içəridəkilərə, deyir, çıxsınlar. Deyirəm ki, içəridəkilərini öldürmüsünüz. Heç kim yoxdur. Bunacan, amma anama içəridə bir dəfə güllə dəydi. Bu bir də elə bil ki, bunu da el oldu ki, bu bizim üst tərəfimizdə olan kənd sakinlərimizdən bir nəfər gəldi, deydi ki, sənin balaca qızını gürov aparırlar. O 6 yaşında atam yanına gedəni. O səhvən demişdi. Bu dayanmadı, tez çıxdı çölə, nə qədər elədim, saxlaya bilmədim. Çıxdı da bu çıxandan sonra mən yenə qalmazdım ki, mən bunun arxasıncan çıxdım çölə, rəhmətliyə dedilər ki, gir içəridə dinən çıxsınlar. Bir nəfər vardı ki, Azərbaycan dilində onlarla danışıb bizə deyirdi. Bu da gəldi, mən istədim ki, atamgil bizdən ayrı düşüb kağıda, ora çıxım, baxdım ki, başlarında kaska, hərbi formada, əllərində avtomat, ermənilər durub onun qabağında, kağının qabağında. Mən qayıtdım, gəldim Müşfiqə, Müşfiq şahiddir, mən Müşfiqə dedim ki, Müşfiq, bizi güllələ erməni əlinə düşməyək. Dedi ki, yox, anan 18 gün bizə çörək veribdi, o gəlib, əsgərlərin çörəyin anam pişirirdi. Dedi, anam bizə çörək veribdi, mən eləyə bilmərəm. Rəhmətli Vüqarı vurdular, kəsik avtomatı var. Dedi ki, avtomatı götür özünü at. Mən avtomatı götürdüm, qardaşıma, bacıma, anama nə qədər elədim, tətiyi çəkə bilmədim və əlim əsdi. Avtomatı atdım, yerə bir də çıxdım çölə. Dedim, çıxım, baxdım, gördüm, yox, bunların Kürovların yanına gəldim ki, bir erməni var, bu yaralıdır. Bu məndən soruşdu ki, o Kəlbəcərlə oranı səhv salmışdı. Dedi ki, niyə vaxtında çıxıb getmədiniz? Mən dedim ki, gedəmədik də, yol bağlandı. Deyir, aparacaqlar, sizi dəyişirlər. Dedi, sizi öldürsə bir qara paltar vardı, bunlara bu əmri verirdi. Dedi, bu Livan ermənisidir. Dedi, sizi öldürsə bu öldürəcəkdir. Çünki mən onu hətta gözümlə gördüm ki, ora çıxan 12 nəfər gözümün qabağında güllələndi. Onları sorğusuz sualsız atırdı. Yəni kağıdan çıxan kimi atırdı. Mən dedim ki, yox, bunu belə olmaz da, belə özümdə düşündüm, fikirləşdim. Gəldim qardaşımı, bacımı dedim, gəlin, çıxaq ermənini görsün ki, qaçırıq bizi güllələsin. Atacaqlar da, Urallar durub qabaq tərəfdə, əsgərlər dörd tərəfimizi alıbdır. Qardaşım dedi, yox, mən onları görmək istəmirəm, mən içəridə qoyuyordum. Dedim, yox, burada içəridə bəlkə sən yaralı qaldın, ya heç nə cür oldu. Bunu götürdüm, amma müşfiqçil qalıb içəridə. Mən buradan bunları götürdüm, gəldim bu Kürovların yanına. Amma həmin moment erməni anama dedi ki, 2 uşağını gözünün qabağında atacaq. Əsgərləri geç çıxar. Ölən əsgəri geç çıxar. Bu dedi, qolum yaralıdır da, mən onu çəkənmərəm bura. O rəhmətli Əhliman kişini, o Laçından gələni onun Əhliman kişiyə çıxartdırdılar. Rəhmətli Vüqarı çəkdirdilər çölə ki, baxıb gördülər. Həmin vaxtı bir o dedilər ki, erməni ki gəlir, o Ağniva gələndə qorxdum. Qılçaməzdi. Amma sonra elə bil ki, adi bir hal olmuşdu ki, mən elə bilirdim ki, elə sərbəstəm, nə cür tutulmuşdumsa,
Ta onu hiss eləmirdim o qorxunu. Gəldik hərəmizdə, oradan qaçdıq, biz gəldik, o yanımdakilərini qaçırdım, amma qalanlardan xəbərim olmadı. Gəldik gecə bizim dağda bir yer var, orada gizləndik. Həmin vaxt bu Əhliman kişinin qızı mən gördüm ki, 2 erməni, biri vurmaq istəyir, biri qoyulur. Bu da mən çıxdığım yeri görər, məndən sonra gecə gəlib, hətta tanımadığı bir yerdə, dağda, 200 metr məndən yuxarıda qalmışdı. Mən onu səhər tapdım. Gəldik bizi aprel ayının 19-u günü axşam, o yanımızdan qaçanlar ki vardı, o siftə güllə atılanda bizim yanımızdan o əsgərlərdən bir neçəsi qaçıb getmişdi. Bunları gəldim, tapışdıq orada, Ağca yaylanda Sadığı Putkası deyirdilər. Oradan düşdük Qaraçanlı kəndinə. Biz hardasa Zar kəndindən də bir 40 nəfərə yaxın rəhmətlik Meyitxan müəllimcə oradaydılar, onlarla tapışdıq. Aprel ayının 23-nə qədər orada qaldıq. Günüzlər çıxırdıq. O 2 ev vardı, ondan yuxarı qayalıqda çadır atırırdıq başımıza, gecələr gəlib evdə qalırdıq. Ev doluydu, yorğan döşək, hər şeydə cəmat əynin paltarını heç götürüb getməmişdi. Hamıya məlumdur. Bu minvalla elə bil ki, mən 25-i günü gəldik, sonra erməni gəldi bizi Qaraçanlıda da tapdı. Mənim anam tabii ki, qolları şif hərəkət edə bilmir, ölürdü. Bunu çıxanda bir dənə Gədəbəyli əskər, 7 erməni gəldi orada çıxdı, bizi gördü, hamı bizi qoydu getdi, anam gedə bilmədi. Ona görə mən də onu qoyub getmədim. Bu əskər geri qayıtdı, gəldi, dedi ki, onsuz da hara qaçacağıq deyə. Bizi burada elə öldürəcəklər, qoy anan çörək verib bizə bir ölək. Gəldi onu çiynini aldı. Ermənilərdən biz qaçdıq həmin vaxtda yayında, amma elə bir qar yağmışdı ki, o Qoşdaş yaylarına biz elə bil ki, o bir çığırana çıxardıq da, uşaq məsəl üçün qardan görükmürdü. Mən aprel ayının 25-i günü o bizim yanımızdan qaçan atamgildəki ayrı yerə düşmüşdülər. Onları tapmışam, aprel ayının 25-i günü Dəli dağda o kağıda Nəbi kası deyilən yerdə birləşmişik. Amma məsəl üçün bu 113 gün qalmışıq. O 113 günü 113 ilə bərabər də mən bunu burada danışmaqla sonradan biz nə əzablar gördük, nələr yaşadıq. Mən elə bil ki, bax atamın indi beli götürəndə indi hamı deyir ki, deyir gözümlü adamdır, yaxşı adamdır ki, o yaşayır. O yanımızda olan 12 nəfər kənd sakinimizi biz hardasa bir ay müddət, bəlkə də çox üstündən keçəndən sonra onları gəlib dəfn elədik. Rəhmətli Xasaydı, Hümbət həkimidir, qədim kişiydi. Bunları gəlib, amma elə bil o mehdləri götürəndə nə cür deyib, saçları yerdə qalırdı. O sümüyün aparıb elə bil dəfn elədilər beləliylə. Amma mənim bugün bir qürurlandırıcı, Allah cəmi şəhidlərimizə rəhmət eləsin ki, o şəhidlərimizin sayəsində, cənab prezidentimizin sayəsində bizim o 200 illik tariximiz təzələndi, yeniləndi. Ümidimizin itdiyi bir vaxtda alındı torpaqlarımız. Belə götürəndə mən bir dənə bugün təsəllim oldu ki, mən o əzabları yaşamışam. Bugün də cismən yaşayıram. Ruhanı bizi orada öldürdülər. Mən onları Bakıda o əmr verənləri qandalda gördüm. Mən onları şüşənin arxasında, onlar düzdür. Mənim o Arayik ilə də danışmaq imkanım oldu. Ona sual verməkdə. Erməni xislətdir, daha belə götürəndə deyir ki, 37 ildir, daha deyir ki, tabi gəlin barışaq, bizi bağışlayın. Deyir, mən bağışlayıram, mənim ailəmdən 3 nəfər şəhid var. Mənim babam diri gözlü gəlmədi. Torpağı tərk etmədi, qaldı orada. Mənim 3 şəhidim var, deyirəm, qaysın, mən bağışlayıram. Deyir, mən 100 nəfərin qalıq yerini göstərmişəm. Nə bilim, mən yəni bilirsiniz, orada danışanda elə bir ki, gedirəm ora, o cümləni mən gətirib birləşdirə bilmirəm, gördüyümü də, o travmaları unutmaq olmur. Amma bugün şükür, bugünümüzə şükür gəldik. Torpağımızdır, yəni tikiləcək, bu bərpa olunacaqdır. Amma bu gənc nəsillərə bizə o vaxtı demirdilər. Mən orta məktəbdə oxuduğum müddətdə biz o əzabları 1905-də, 18-də Şamaxıda, nə bilim, bu Qubada yaşanmışdı. Mənim bu Kəlbəcər alınanda məlumatım oldu ki, bunlar əvvəldən bizlə beliymiş.
Bu gün ona görə mənim yəni xahişim odur ki, hər gün bu uşaqlara bu çəkdiyimiz əzabı, düzdür, 4 ay orada zülüm çəkdiyimiz olmuş gün, amma 33 ildə qürbətdə torpaq itkilisin, heç nə əvəz eləmir. Nəyin olur olsun, sənin gözün elə Murov tərəfdə, çıxım orada bir hava gəlirmi? Çünki mən burada mayalanmışdım. Mən o torpaqla, ora məni çəkirdi həmişə. Mən elə uşaqlara bir kəlmədə şeirlə deyim, sözümü yekunlaşdırım. Şair həmişə yazısında deyirdi ki, necə sığışdıraq qeyrətimizə. Düşmən bizə vuran zərəri xalqım. Heç bilmirəm deyim hansı birini, gözlərim görübdü nələri xalqım. Görənlər unutmaz bu qovha qovu. Qənim düşmənlərin olmuşdu qovu. Gələcək nəsillər bilsin Murovu, aşmışıq arxası şələli xalqım. Sönməzəm, keçmişi salsaydıq yada, bu qədər torpağı verməzdik bada. Onlara məhəbbət bağlayan oda, yanıbdır kərəmli lələri xalqım. Yəni unutmayaq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, prezidentimizi qorusun. Sağ olun, minnətlər. Saçın ucu
Kəlbəcərin də elə saz-söz ustadları çoxdur, şairlərimiz çoxdur. Hələ ki Kəlbəcərə köç bilirik ki, az sayda insanlardan ibarətdir. Ona görə bura gələn saz-söz sahiblərinin sayı da azdır, amma bir dəyərli söz ustadımızın biri də buradadır. İlham müəllim iştirak eləyir. Məsləhətdir ki, İlham müəllim də elə bir sözü sözə calayan, həm də yaxşı mənada calayanlardan biri kimi Ələkbər müəllim haqqında, həm də elə ümumiyyətlə şeir dünyası haqqında fikirlərini bildirsin. Həcbir uşaqlarımı salamlayıram. Ələkbər müəllimlə mən belə çoxdan tanışdım. Bu mənada şəxsi tanışlıq olmasa da, yəni ki, mən hələ orta məktəbdə oxuyanda Ələkbər müəllim şeirlərini o vaxt yazırdım. 2 dəftərçəm vardı. Birinə o şeirlərimi yazırdım, birinə Kəlbəcər şairlərinin şeirlərini yazırdım. Ələkbər müəllim də 2 şeir yazmışım o vaxtdan. Yəni o vaxtdan tanıyıram, bir aracılığına bələdəm. Kəlbəcər ədəbi mühiti çox şairlər, yazıçılar yetiribdir. O cümlədən Ələkbər müəllim. Ələkbər müəllim yazdıqları sadə dildədir, hamının başa düşəcəyi bir dildədir. Ələkbər müəllimin yaşadığı faciələrdən də xəbərim var, o danışmamızdan mən əvvəl də bilirdim. Nəysə, yəni deməyim odur ki, Ələkbər müəllimlə şəxsi tanışlığım olmasa da haqqında məlumatım çoxdur. Dünən nə də madəyəndə ki, Ələkbər müəllim yaradıcılığı keçiriləcəkdir. Mən də bir dənə şeir yazmışdım Ələkbər müəllim haqqında. İcazəni onu oxuyarım. Şeirin adı Sönməzdir. Mən bilirəm, şairlərin sinəsinin odu sönməz. Mən bir şair tanıyıram, Ələkbər də ad, sönməz. Ömrünün cavan çağında, dəri dağın qucağında, od qalıyıb ocağında, əbədidir odu, sönməz. Halal zəhmət, alın təri, yaşadı billərdən bəri. Şair edib Ələkbəri, hamı bilir, odu sönməz. Bağlıdır vətənə elə, heyrandır çiçəyə, gülə, xəbər verin başlı belə, övladı buradadır, sönməz. Hikmətlidir hər bir sözü, qəlbi təmiz, toxdur gözü, ağsaqqaldır, nurdur üzü, şairdir, ustaddır, sönməz. Ələkbər müəllim bir bəndi var, deyir, bizdə hər fəslin öz ləzzəti var, baharda gül çiçək bol olanda gəl. İlin gözəl çağı yayın əvvəli arının şanında bal olanda gəl. Az qalıb arının şanının bal olma günlərini azalıb, ona görə Kəlbəcərlər artıq Kəlbəcərə gəlməyə başlayır. Mən də dəvət edirəm ki, Azərbaycanın bütün bölgələrində olan Kəlbəcərlər hamısı Kəlbəcər arısının hazırladığı şandan dadmağa gəlsinlər. Çox sağ olun, Ələkbər müəllim, qələminiz hər zamanətdə olsun. Şagirdlərimizin şeirləri var. Heç vaxt unudulub, yaddan çıxmasın, tapsın ürəklərdə yerin yaxşılar, xəbs insanlardan irəli düşsün, qalmasın onlardan geri yaxşılar. Ulu babalardan qalıb bu peşə, istəyib qoşulsun hamı bu işə, imkansız olana eldə həmişə, olubdu bir kömək əli yaxşılar. Düşünür işin çəmin qaydasın, bilir necə olar onun sonrasın. Sönməzəm cəmiyyət görür faydasın, idarə edəndə eli yaxşılar. Bu dünyada insanların sevinci, qüssədən, kədərdən bol olaydı kaş. Kim biz haqda nə düşünür biləydik, ürəkdən ürəyə yol olaydı kaş. Atalardan qalma belə bir söz var, toyuq su içəndə Allaha baxar, bədnəzər, bəduğur, harda varsa kör, böhtancı insanlar lal olaydı kaş. Çətinə düşəni qoymazlar darda, çəkilib onlardan durmaz kənarda, Allahdan arzumdur, yaxşı var harda, həmişə əlində var olaydı kaş. Ayaqları uzun olmaz yalanın, zəhəri dişində olur ilanın, çalışıb özgəni gözdən salanın,
özü el içində xar olaydı kaş. El üçün yol çəkib ağac əkənin, əl qabardıb alın təri tökənin, həmişə Allahın adın çəkənin, yaradan üstündə var olaydı kaş. Hər kəs bağlayarsa haqqa meyli, hər insana verir bir cür xeyri, sönməz də qismət etdi şeiri, çəkdiyi zəhmətdən bar olaydı kaş. Əgər bir sənəti kamil öyrənsən, ömrün boyu ondan keyf götürərsən. Dostluqda var gəzmə, səxavət axtar, həmişə düzlükdə nəf götürərsən. Yol uzaqdır, qocalsam da gedəcəm, o yerlərə məni çəkən həvəsdir. Uzun illər gedib gələ bilmədim, sevinirik, yollar indi sərbəstdir. Qocalanda möhtac olsam baxıma, niyə düz söz qəlbinizə toxuna, yatanları oyadırsan oxuma. Deməsinlər kəs səsini tabəsdir, sönməz deyir sözlərini yada sal. Bu dünyada hər şeyin bir vaxtı var. Bu dünyada hər şeyin bir vaxtı var. Çox güvənib ona etmə etibar. Can tutmursa cəhd etməyin əbəsdir. Ana dağlar, sən düşdükcə yadıma, gözümdən yaş axa-axa yaşadım. İllər keçdi, ümidimi üzmədim, yollarına baxa-baxa yaşadım. Sinə gərdim hər əzaba dözümlə, məhv olsunlar dedim görüm gözümlə. Zərbə vurdum qələmimlə, sözümlə, mən yandırıb yaxa-yaxa yaşadım. Sübh heç vaxt baxmamışam kənardan, düşünmədim geri dönüm bu yoldan. Məqsəd qoydum nə edibsə onlardan, əvəzini çıxa-çıxa yaşadım. Sönməzəm hər zaman belə olmağı, sona qədər mövqeyində durmağı, yağılardan intiqamı almağı, mən başıma taxa-taxa yaşadım. Qəlbimdən sönmürdü ümid işığı, yerlər alınacaq, mən inanırdım. Xankəndində olan düşmən bayrağı, yerə salınacaq, mən inanırdım. Deyirdim açıla bağlanan yollar, həqiqət olacaq bütün xəyallar. Heç vaxt belə qalmaz o qanlı sular, bir gün durulacaq, mən inanırdım. Sönməzəm həmişə güc gəlir birlik, harda birlik varsa orada var dirlik. Düşmənin etdiyi bu rəzillik, belə qalmayacaq, mən inanırdım. Azərbaycanın dilbər güşəsi olan Kəlbəcərə xoş gəlmisiniz. Mənfur düşmənlərdən azad etdiyimiz bu səfalı yerə xoş gəlmisiniz. Dərisot çaylarının şəlaləsini, yaşıl meşəsini, göy çəmənini, bu gözəl dağların zirvəsini qürurla seyr etməyə xoş gəlmisiniz. Nəzərindən düşməzdi heç bir zaman, sönməzəm, yağlara düşmüşdü viran. Evet. Zaman əzizləşbər müəllimimizi salamlayıram və buraya gəldiyiniz üçün minnətdarlığımı bildirirəm. Biz sizin şeirlərinizi çox sevərək dinləyirik. Qeyd edirəm ki, sizin şeirləriniz insanda emosional duyğular yaratmağa qadirdir. Sizin şeirlərinizi dinləyən şəxslər çox da xoşbəxtdirlər. Ümid edirəm ki, biz də bu şeirlərə şahid olacağıq. Sağ olun. Günü ifadə eləmək üçün Kəmalə müəllimə Hacıyevaya. Bugün Kəmal müəllim. Hörmətli müəllimlər, hörmətli qonaqlar, əziz şagirdlər. Bugün biz Kəlbəcərin Başlı Bel kəndinin yetirməsi, həyatın ağır sınaqlarından keçmiş, əzabları, ağrıları çiyinlərində, qəlbində yaşayan bir şairlə görüşə yığışmışıq və bunun üçün biz şərəf və qürur duyuruq. Ələkbər Sönməz bir şair deyil, eyni zamanda yurdun işğal acılarını qəlbində daşıyan bir vətən övladıdır. Onun yaradıcılığında vətən sevgisi, mübarizlik, xalqın ağrı acıları poetik dillə ifadə olunmuşdur. Hər misrasında vətən sevgisi, yurt sevgisi, milli və mənəvi dəyərlərə hörmət, işğal acıları öz əksini tapmışdır. Ələkbər Sönməz
yaradıcılığı gənclərə mübarizliyi, milli ruhu aşılayır. Hörmətli şair, sizi məktəbimizdə görmək biz müəllimlər üçün, kollektivimiz üçün çox xoşdur. Biz qürur duyuruq bunun üçün. Sizə yeni yaradıcılıq uğurları arzuluyuruq. Sizə sağlam can arzuluyuruq. O gün olsun ki, daha böyük auditoriyada, Kəlbəcərdə görüşünüzü təşkil edək. Gənclərimiz sizdən ilham alsın yaradıcılığınızda, çünkü onlara aşılanacaq milli mənəvi dəyərlər, bugün onlar üçün lazımlı məqamlar var. Onlar genç nəsillərə ötürəsiniz. Heyecanlıyam, belki o danışıqlardan tamam fikirlərim yayıldı. Çünkü orada o kadar real danıştı ki, elə özüm də orada hiss elədim. Sağ olun. Bugün yön tutmuşam vətənə doğru. Sevinə yolu gelmişim. Görüm neler olub işğaldan sonra. Onlardan olmağa hal gelmişim. Qayıdıb yurduna indi el, alem. Geldim ki onları yerinde görem. Bir elimde defter, birinde kalem. Sinəsi sözüyle dolu gelmişim. Çıxacağım yaşıl yaylaqlarıma. Həsrətin çəkdiyi boylaqlarıma. Təbiətlə sevincindən yoluma. Salıb gül çiçəkdən xalı gelmişim. Sönməzəm, darıxdım, tek çatamaşın. Öpəm torpaq vətənimin, torpağın, daşın. Yolumu gözleyen dostun, tanışın, boynuna salmağa qol gelmişim. Aziz yoldaşlar, bugün beni en çok sevindiren oldu ki, uzun illerden sonra bu unutulmaz günde azad Kəlbəcərimizdə heç nə ola bilməz vətəndən şirin kitabımla sizin kimi değerli insanların görüşüne gelmişim. Allah bu azadlığı da bize bəxş edən şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı versin. Allah cənab prezidentimizi qorusun. Allah müzəffər ordumuzu qorusun. Allah Azərbaycan xalqını qorusun. Bir daha o keçən günlərə bir nəzər salaq. Çünkü buradaki gençlerin çoxu o günleri görmüyor. Her taraftan tutulmuştu yolumuz. Kalmamıştı dumanımız Kəlbəcər. 10 saat vaxt vermiştiler çıkmağa. Kısaydı zamanımız Kəlbəcər. Bugün burada söyleyirəm bunları. Görmeyenler boy bilsinler onları. Yaşamışıq necə çətin anları. Təhlükəydi hər anımız Kəlbəcər. Qaşqın düşmək qismət oldu elinə. Talançılar sahib oldu yerinə. Nə bilərdi qalacaqdı qənimə. Evimizdə olanımız Kəlbəcər. Heç bilmirdi ölən kimdi, qalan kim. Hər tərəfə yayılmışdı haray, ün. Ulu öndər Naxçıvandan gələn gün şükür eylədik lisanımız Kəlbəcər. Düşmən azğınlaşıb püvan edirdi. Hər yer talayıb viran edirdi. Ulu öndər olmasaydı gedirdi dağlarımız, aranımız Kəlbəcər. Düz 30 il əzab çəkib can üzdük. Hər əzaba tab gətirib biz gözdük. Bir də səni heç vaxt görə bilməzdik, olmasaydı ilhamımız Kəlbəcər. Vətən oğlu göstərdiniz vəfasın, yağılardan alınanda qısasın. Allah versin erməninin bəlasını, oldu neçə qurbanımız Kəlbəcər. Qürurla deyirəm bugün burada, qəhrəmanlar sahib olur bağda. Gücümüzü sübut edir dünyaya, dəmir yumruq simvolumuz Kəlbəcər. Sevinirəm görən zaman bu halda. Bugün çəkir cəzasını onlar da.
başını əyib, qolları da qandalda, indi gəlir düşmənimiz Kəlbəcər. Təhlükələr günü gündən ötüşür, el qaydır yollarına iz düşür, sönməz yer sevinirik, yetişir, daha gözəl devranımız Kəlbəcər. Burada kitabın ön sözünə bir dediyinsən, deyir ki, ana dağlar örpəyindir, dumanına qurban olum. Bahar çağı, güllər açan zamanına qurban olum. Elə bu zamana qurban olaq ki, bizi Kəlbəcərə gətirib Sizə bütün müəllim kollektivlərinə, şagirdlərə, hər bura gələnlərin hər birinə öz təşəkkürümü bildirirəm ki, çox sağ olun, çox zayıf qaldım. Bu tədbirimizi çəkib şıqlandıran operatorumuz Zahra Solunda görsəmmi təşəkkürümü bildirirəm ki, həmişə yanımda. Zahra müəllim həmişə bizim də yanımızda. Sağ olsun. Gör nə qədər xoşbəxtlandı ki, biz bu tədbiri Kəlbəcərdə keçirdirik. Stolumuzun üstündə isti su da var. Bir də Kəlbəcərin nərgisi var. Bu böyük xoşbəxtçilikdir, bu anı unutmaq olmaz. Sağ olun Əlbər müəllim, siz də gəlmişsiniz, əziyyət çəkdiniz. Zahra müəllimə bir şeir əsr eləmişdim, yadınızda tutacaq. Zahra Fol kameranızla keçən günlərimi çəkib gətirdin. O dağların ben öpşəsi, nərgizin əbədi qəlbimi əkib gətirdin. Təşəkkür edirəm getdiyim paya. İşmirəm, baxıram gözlərim doya. Gedə bilməsəm də məni susuyasan, onu qablara töküb gətirdin. O yerlər yadıma çox düşür dedim. Deyirlər bizan var, qoymurlar dedim. Sizdən vətənimdən torpaq istədim, onu bir dəsmala bütüb gətirdim. Yollarda qalmışdı Yollarda qalmışdı sönmədim gördü. Bu işin daha da ucaltdı sizi. Bir zaman dağlara yazdığım sözü, yalçın qayalardan söküb gətirdim. Yazıram ki, tarixdə qalacaq tikdiyim bina. Mən onu görmüşəm daş sözlərlə. Şair olmaq asan deyil, çətindir, düşünüb görürsən baş sözlərlə. Hər şeydən güclüdür ondakı dəyər. Yeri gələn zaman köməyi dəyər. Çox vaxt başlamayın müharibələr, barışıb olub bu xoş sözlərlə. Şeir yazan zaman mənalı söz yaz. Mənası olmasa faydasını verməz. Sabah oxuyanlar deməsin sönməz, kitabı doldurub boş sözlərlə. Koydular biriz, demir yumruk zərbəsilə düşmən darbe
bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Mübadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir.